Bugün baş vermiş texniki insidentlə əlaqədar bütün sərnişinlərimizdən, o cümlədən ictimaiyyətdən üzrxahlıq edərək və eyni zamanda bu müddət ərzində anlayış göstərdiyi üçün hər bir kəsə təşəkkürümüzü bildirərək məlumat vermək istəyirəm ki, bugün təxminən saat 12:10 radələrində Ulduz Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısa qapanma nəticəsində təmas reysinə gərginliyin verilməsində kəsinti yaranıb. Sadə dillə desək, yəni Bakı metropoliteni qatarlarının hərəkətinin əsas təminat verici qüvvəsi elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi kəsilib və bu səbəbdən həmin Ulduz Nərimanov mənzilində qatarların hərəkət etməsi mümkün olmayıb. Ümumiyyətlə qeyd edim ki, texniki insident nəticəsində hər hansısa bir insan itkisi olmayıb. Sərnişinlərimizin sağlamlığı, ümumiyyətlə sərnişin təhlükəsizliyi Bakı metropoliteni üçün prioritet vəzifələr olduğu üçün, eləcə də Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb. Birinci növbədə bütün stansiyalarımızda istisnasız olaraq sərnişin axını, sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib. Sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib. Bundan əlavə olaraq təbii ki, dərhal texniki araşdırma üzərində işlərə başlanılıb. İlkin verdiyim məlumat artıq budur. Amma bütün məsələlər texniki müstəvi üzərində xüsusi qaydada araşdırılacaq. Bütün versiyalar təhlil ediləcək. Bakı metropoliteni üçün həmişə olduğu kimi bugün də texniki məsələlərin tam, şəffaf və açıq olaraq ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq. Onu xüsusi